Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qaydışa dair birinci dövlət proqramına əsasən Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib. Yola salınan ailələr öz yurdlarına qovuşublar. Bu gün Xocavənd şəhəri 64 ailə olmaqla 253 nəfərə qucaq açıb. Şəhərdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə dərin minnətdarlıq bildirib, torpaqlarımızın işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə can sağlığı arzulayıblar. Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ana malının əməkdaşları tərəfindən mina və patlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat verilib. Ailələr tanınmadığı naməlum əşya və cisimlərdən uzaq durmalı, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunma mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarından Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, qaçqınlar və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları sevinclə qəbul edərək evlərində məskunlaşıblar. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi qələbəni bizə bəxş edən torpaqlarımızın işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və can sağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdə dirçəliş məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar vurğulayıblar ki, bugün başlayan yeni həyat həm şəhidlər, həm də qazilərimizin bizə əmanət etdiyi zəfərin bəhrəsidir. Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 64 ailə olmaqla 253 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikili və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Aydın Yavırzadə, Rəva Məmmədli. Bugün informasiya proqramı üçün.